Salam, xoş gördük. 1S platformasında idarə olunan formalarda işləmək və proqramlaşdırma ilə bağlı videolarımızı davam etdiririk. Bu videomuza kimi, bu dərsə kimi biz artıq platformanın əsas konfiqurasiya ağacında olan obyektləri ilə tanış olduq. Bir çoxlarını nəzərdən keçirdik. Onların təyinatını, mahiyyətini öyrəndik. Bu videodan etibarən isə biz əsasən sırf proqramlaşdırma ilə bağlı mövzulara toxunacağıq. Yəni bundan etibarən daha çox kod yazacaq. Bu dərsə kimi, bu video kimi biz hələ bir sətr belə kod yazmadan obyektlərimizi yazdıq. 1S platformasında özümüzün tədris bazamızı, tədris konfiqurasiyamızı qurmuşuq. Beləliklə 1S müəssisə, yəni platformamız sisteminin daxili proqramlaşdırma dili çox genişdir. İlk əvvəl bunu qeyd edək və onu öyrənmək heç olmasa əsas bacarıqları əldə etmək üçün mütləq müəyyən qədər işləməli olacaq. Biz də məhz bu videodan başlayaraq bu işlə məşğul olacaq, yəni öyrənməyə çalışacaq və bu məsələyə bundan sonra daha çox vaxt ayırmağa çalışacaq. Çünki hesab eləyirəm ki, praktika, yəni təcrübə uğura aparan əsas elementdir. Yəni konkret olaraq yaxşı 1S proqramçısı olmaq üçün mütləq şəkildə daim məşq etmək, yəni praktika təcrübə əldə etmək lazımdır. Bu səbəbdən də burada çoxlu sayda nümunələr olacaq. Yəni əvvəldən sıfırdan başlayacaq. Ola bilsin ki, sizlərdən kimlərəsə artıq əsas sintaksis tanışdır, yəni 1S platformasının. Amma biz, yəni tədricən daha mürəkkəb məsələlərə keçəcəyik və bunlar da gələcəkdə sizin üçün çox vacib rol oynayacaq. Və nəticə olaraq da inşallah ümid edirəm ki, siz və mən özüm də sizlə birlikdə ya yaxşı mütəxəssis ola biləcəyik, ya da sadəcə olaraq öz artıq bildiyimiz bilikləri artıracaq. Yəni yeni məlumatlar əldə etmiş olacaq. Bəlkə də siz artıq hardasa, ola bilər 1S-in özündə və yaxud da başqa hansısa bir proqramlarda proqramlaşdırmısınız. Və yaxud da məsəl üçün 1S platformasının köhnə versiyaları, məsələn 1S 7.7-də proqramlaşdırmısınız. Ona görə də inanıram ki, bu dərslər, yəni bu videolar bundan sonra sizin üçün mütləq maraqlı olacaq. Bu səbəbdən də mən özüm də öz tərəfimdən çalışacağam ki, bu belə olsun. Yəni videolarımız daha maraqlı olsun. Deməli qeyd etdiyimiz kimi, əgər söhbət praktikadan gedirsə, bu deməkdir ki, biz praktika edəcəyik. Siz də çalışın mənimlə birlikdə, yəni öz kompüterunuzda, əgər kompüterin qarşısındasınızsa, video baxırsınızsa, konfiquratoru açın və mən də bu öyrənmək üçün edəcəyim bu işləri, burada görəcəyimiz bütün əməliyyatları çalışın mənimlə birlikdə təkrar edin. Hətta əgər videonu izləyirsinizsə, vaxtarışı pauza, yəni fasilə düyməsinə də basmağı və öz variantlarınızı da yoxlamağı tövsiyə edirəm. Yəni mən burada nəsə bir iş görsəm, hansısa bir kodu yazsam, siz də pauzaya qoyub onu öz variantınızda, yəni ki, fərqli yanaşma yolu ilə etməyə çalışın və beləliklə təcrübə edin, yoxlayın, sınayın. Yəni müəyyən anlarda dayanın və özünüz də eksperiment aparın. Yəni ki, bu alqışlanan bir işdir, yəni platformanı öyrənmək üçün. İndi gəlin keçək əsas məsələmizə, konfiquratorda. İlk öncə spravçnikların siyahısını açırıq. Buradan keçirik əməkdaşlar spravçnikinə. Fərqi yoxdur, istəniləni aça bilərdik. İndi nümunə olaraq götürək əməkdaşları və qarşımıza əməkdaşlar kataloqunun, spravçnikinin idarə etmə, yəni sazlama, ayarları pəncərəsi açılır. Və gəlin ilk öncə formalar bölməsinə keçək. Burada sizə əvvəl də bunu qeyd etmişdik. Bir məsələni xatırladım ki, 1S platforması özü avtomatik olaraq əgər biz bu spravçnikin, kataloqun və yaxud da istənilən digər obyektlərindən birinə forma əlavə etməmişiksə, baxın, biz bunları artıq haqqında danışmışdıq. Forma elementa, elementin öz forması, siyahı forması, seçim forması. Bunları əlavə etməsək, istifadəçi rejiminə keçəndə özünüz də görürdünüz ki, platforma avtomatik olaraq bu formaları uyğun şəkildə generasiya edirdi. Hətta danlı bölməsində olan rekvizitlərimizi də bu formaya, generasiya etdiyi formaya əlavə edirdi. Yəni demək istədiyim odur ki, xatırladığınız kimi forma avtomatik olaraq da generasiya oluna bilər və biz ora nə əlavə etmişiksə, onun əsasında da istifadəçi rejimində istifadəçinin qarşısına çıxacaq
olacaq interfeys qurula bilər və biz hansı rekvizitləri də əlavə etmişiksə, bu istər danlı bölməsində olsun, bunlar da avtomatik olaraq bizim formamıza əlavə olunacaqlar. Yəni bu nə deməkdir? Əgər biz bununla razılaşırıqsa, yəni platformanın avtomatik olaraq bu formaları generasiya etməyinə, yəni bizim özümüzün hər hansı bir dəyişikliyimizə ehtiyac görmürüksə, bunu belə də qoya bilərsiniz. Lakin bilin ki, bu forma, yəni avtomatik generasiya olunacaq və bizim istədiyimiz şəkildə onun nə quruluşu, nə təyinatı, nə də funksiyonalı təyin olunmuş olmayacaq. Əgər siz bununla razı deyilsinizsə və ya forma üzərində başqa bir məlumatları əlavə etmək, funksional təyin etmək, komandalar əlavə etmək istəyirsinizsə, yəni ki, konkret olaraq müdaxilə etmək istəyirsinizsə, onda forma yaratmalısınız. Bu formalar da modullardan ibarət olacaq. Modulda dedikdə indi belə bir termini istifadə edirəm. Yəni modul nə deməkdir? Hardakı kod yazırsınız. Bunu belə başa düşün. Birdən mən desəm ki, formanın modulu, obyektin modulu. Tək mən yox, özünüz də ümumiyyətlə eşitsəz ki, obyektin hardasa modul sözünü işlədirsinizsə, bilin ki, modul sizin hardakı kod yazacağınız hissə, pəncərə, redaktor, interfeysi fərq etmir. Modul o yerdir ki, orada kod yazılır. Yəni bunu konkret olaraq belə bilin. Yəni sadə şəkildə. Lazımdır ki, dərinə gedək. Gəlin indi biz özümüz qeyd etdiyimiz kimi bir forma əlavə eləyib. Bunun üçün üstəgəl işarəsinin üzərinə sıxırıq və qarşımıza belə bir pəncərə açılır. Və ilk gəlin elementimizi yaradaq. Bu da formanın, yəni obyektimizin öz istifadəçi qarşısına çıxan kart hissəsi, yəni əsas forması olsun. Burada saxlayarıq form elementa spravочника və готово düyməsinə indi hazır əl basa bilərsiniz. Yəni dalə də eləmək olar. Buradan digər rekvizitləri seçə bilərsiniz, hansı ki standart olaraq yaranır və platforma onu по умолчанию, yəni standart olaraq qeyd etmir, çıxartmır. Onları da çıxarda bilərsiniz. Birbaşa готово-nı da vura bilərsiniz. Və qarşımıza belə bizim obyektimizin, yəni əməkdaşlar, baxın bu əməkdaşlar spravочник obyektimizin, kataloqumuzun forması yaranmış oldu və bu da onun vizual olaraq, baxın bu bütün bu hissə vizual olaraq bizim formamızın əsas pəncərəsi, idarə etmə pəncərəsi, ayarlar, sazlama pəncərəsidir. Bütün formanın görüntüsü, kodu, modulu, hər bir məsələ formadan, baxın bu hissədə ayarlanır, tənzimlənir. Yəni qeyd etdiyimiz kimi bu sazlama, idarə olunan forma tənzimləmə pəncərəsidir. Yəni bu cür redaktə etmə pəncərəsi, sazlama pəncərəsi idarə olunan formalar üçündür. Gəlin indi burada qısa olaraq bu redaktorun təsvirini verək, anlayaq. Yuxarı sol hissədə, baxın bu hissədə formamızın elementlərinin yerləşdiyi pəncərəni görürük. Baxın bu bizim formamızın elementləridir və biz bu formanı yaratdığımız zaman platforma bizə köməklik edərək bu elementləri artıq bizim baxın formamıza əlavə etmiş. Aşağıda isə, baxın bu hissədə isə, yəni bizim bu formanın redaktor pəncərəsində baxın bu hissə formamızın necə görünəcəyini göstərən pəncərədir. Yəni istifadəçi rejimində hər hansı bir əməkdaşlardan birinin kartını açsa, yəni kataloqu açsa, bu forma onun qarşısına, burada görünən şəkildə onun qarşısına çıxacaq. Əlbəttə ki, bu hələ formanın özü deyil, yəni ümumiyyətlə bu. Sadəcə olaraq istifadəçinin onu necə görəcəyini əks etdirir. Yəni sadəcə olaraq onun vizual bir görüntüsüdür. Bu forma redaktor pəncərəsinin sağ tərəfində isə, baxın bu hissədə forma obyektinin tənzimləmələri yerləşir. Yəni bizim forma obyektimizə aid olan burada 3 bölmə var. Baxın burada birinci bu rekviziti. Bizim formamızda yerləşəcək rekvizitlərin siyahısıdır. Sonra digər bölmə bu komanda bölməsi. Gəlin hətta keçək ona. Hal-hazırda görürsünüz ki, boşdur. Bu özü də bir neçə alt təbəqəyə bölünür. Bu komanda forma. Baxın bu. Yəni formanın özündə görünəcək rekvizitlər. Sonra standart komandalar vərəqəsi və qlobal komanda vərəqələrinin belə komandalardan ibarət bir bölmələr. Bu qeyd etdiyimiz alt bölmələrlə də bağlı biz, yəni gələcək dərslərimizdə də mütləq şəkildə daha ətraflı da tanış olacağıq. Tənzimləmələr bölməsində, yəni bu forma obyektimizin digər bölməsində baxın bu parametri, sazlama panelidir. Gəlin keçək orada. Hal-hazırda görürsünüz ki, siyahı boşdur. Bu haqqda da inşallah danışacağıq. Sadəcə olaraq indi bu forma
formamızın sağ tərəfində olan bu hissədə, yəni tənzimləmə panelində olan bölmələr haqqında belə tanış olduq. Bəs indi bizi burada qeyd olunanlardan əsas nə maraqlandırır? Məsələn, formada yerləşən baxın bu elementlər bura necə düşür? Hazırda artıq bizə aydındır ki, bu avtomatik baş vermişdir. Amma indi biz buna necə təsir edə bilərik? Yəni qeyd edim ki, bu çox sadədir. Gəlin keçək rekvizit bölməsinə və bu siyahıda gördüyümüz rekvizitləri çox sadə şəkildə götürüb atmalıyıq. Baxın bu elementlər, yəni formamızın elementləri olan bu pəncərənin bu hissəsinə. Yəni bura atmalıyıq. Buradan götürüb bura atmalıyıq. Bunu etmək üçün ən sadə üsul bu sürüklə burax metodudur. Gəlin hətta bunu nümayiş etdirək. Sadəcə olaraq indi hal-hazırda görürük ki, vəzifə var, aklad var, şöbə var. Məsəl üçün sılka yoxdur formamızda. Yəni ki, istinad bu rekvizit görsənmir formada. Bunu tuturuq belə, üzərində mausunuzun sol düyməsini sıxıb dartırıq. Baxın bu şəkildə bura və buraxırıq. Gördünüz, düşmüş oldu, bura düşdü. Və siyahıda da artıq vizual olaraq da bizə bu nümayiş etdirilir bu hissədə. Yəni biz artıq bizim bu formada yeni bir element, sistem bağlantısı göründü. Bu rekvizitdir. Yəni sağ tərəfdə bu gördüyünüz bizim rekvizitlərimizin, yəni obyektin özünün, yəni əməkdaşlar obyektinin, hətta burada bu tipə baxsaz, spravçnik obyekt əməkdaşlar. Burada da həmin bu sağ tərəfdəki olan pəncərədə bu obyektimizə bağlı olan rekvizitlərdir. Hətta siz bu rekvizitləri əgər biz keçsək konfigurator ağacında əməkdaşlar kataloqunda rekviziti bölməsində də həmin rekvizitləri görə bilərsiniz. Bizim indi əlavə etdiyimiz bu formada da o rekvizitlər baxın bu şəkildə görsənir. Burada gördüyünüz ссылка, kod, naименование hamısı obyektlərin öz rekvizitidir. Gəlin indi bu sağ pəncərədə digər bölmələr haqqında da danışaq. Baxın burada belə bir boz rəngdə kvadratlar görə bilərsiniz ki, bunlar nədir? Bu nəyi göstərir? Baxın, bu boz kvadrat o deməkdir ki, bizim bu naименование misal üçün formanın üzərində yerləşir deyə bunu göstərir. Görüb pometka na удаление yoxdur. Bu deməkdir ki, bizim formamızda əgər bu kvadrat yoxdursa, bu deməkdir ki, bu bizim formamızda vizual olaraq formanın üzərində yerləşmir bu rekvizit. İndi baxın, görsəz ссылка var. Bu ссылка. Görsəz onda da hal-hazırda bu boz kvadrat var. Əgər mən indi bu ссылканы formanın üzərindən belə удалить eləsəm, fikir verin, boz kvadrat buradan itdi. Sonra digər bu использовать всегда bu düyməsi də standart olaraq həmişə istifadə et. Bir də sol tərəfdə, sağ tərəfdə üzr istəyirəm, bu rekvizitlərin tipləri göstərir. Məsəl üçün ссылка, spravçnik əməkdaşlar tipində obyekti istinaddır. Yəni ki, ссылка tipidir. Sonra buleva var. Bu doğru, yanlış, istina, loş, false, true. Bu komanda, yəni ki, logik bir tipdir. Hə, yox, yəni bu şəkildə buleva tipi. Sonra strakadır və yenə də bizim bu şöbəmizin o tipi göstərilib. O da məsəl üçün şöbə tipində, yəni kataloqundadır. Baxın buna istinad olunur. Ссылочный tipdir, ссылkadır. Burada sizin diqqətinizi çəkmək istədiyim başqa bir məsələ. Bu rekvizit əsasən rekvizitlərlə bağlıdır. Bu obyekt rekvizitin özüdür. Baxın bu. Özə fikir versəniz, o burada siyahının içərisində biraz daha belə jırnı, yəni belə qalın, qara digərlərindən seçilir. Bu şəkildə görsənir. Onun tipi də, yəni bu obyekt rekvizitinin sırf obyektin özü də burada fikir versəz, spravçnik obyekt kataloq bizim əməkdaşlardır. Yəni baxın bizim bu əməkdaşlar kataloqumuza bağlıdır. Formanın bu əsas rekviziti, bu rekvizit bölməsində. Yəni bu bizim bütün digər rekvizitlərimizin, baxın bu rekvizitlərimiz hansı ki buradan bu hissəyə əlavə eləyirik, bir növ köküdür bu obyekt rekviziti. Və digər rekvizitlərə müraciət etmək üçün burada sol tərəfində üstəgəl işarəsini açırıq və bu siyahısı bizə qarşımıza çıxır. Yəni bizim bu əməkdaşlar kataloqumuzda, obyektimizdə olan rekvizitlərin hamısının siyahısı. Bir növ ana rekviziti, yəni kök rekviziti. Yəni bunu daha yaxşı anlamaq üçün belə bir məsələni də qeyd edim ki, burada. Yəni fikir verirsə biz bu üstəgəl işarəsini açanda bu rekvizitə bağlı olan, yəni obyektə, spravçnik əməkdaşlar bu tipə bağlı olan digər rekvizitlərin siyahısı qarşımıza çıxır. Yəni onun altında yerləşirlər. Bu nə deməkdir? Əgər biz məsələn sistem bağlantısı, yəni bu obyektimizin aid olan rekvizitlərdən kod, naименование, ad və s. müraciət etmək istəsək, proqram
proqram kodu vasitəsilə. Yəni onun sərhədləri daxilində etməliyik. Yəni ki, biz kodda yazacaq bir növ obyekt nöqtə o deməkdir ki, açılır bu plus naименование, yəni ad. Yəni bunu biz indi daha sonra daxili dili daha dərindən öyrənəndə izah edəcəyəm. İndi kod yazarkən siz bunu görəcəksiniz. Gəlin indi bu anda bir dəqiqəlik yenidən konfiqurator ağacımızda əməkdaşların, yəni ki, sazlama pəncərəsini, redaktor pəncərəsini açaq və oradan forma bölməsinə keçək. Burada bir məsələni də, mühüm məsələni qeyd etməliyik. Yəni biz artıq bilirik ki, bizim bu formamızda element var, siyahı forması var, bir də forma, vыбора, seçim formaları var. Bu formalar ilkin olaraq avtomatik olaraq platforma tərəfindən bizim üçün işi asanlaşdırmaqdan ötəri yaradılır. Amma biz istənilən sayda, baxın, bu standartlardan əlavə olaraq istənilən sayda forma yarada bilərik. Bunun üçün baxın bu hissədə bizim üstəgəl işarəmiz var. Hətta bunu biz proqram kodu vasitəsilə belə modulların, yəni kod yazdığımız hissədən belə bu kodu interaktiv olaraq da, yəni kod vasitəsilə belə yarada bilərik bu obyektimiz üçün. Yəni əməkdaşlar kataloqu üçün. Yəni qeyd etmək istədiyim odur ki, biz bura bu plus işarəsinə vurmaqla çox sayda formalar, istənilən sayları bu obyektimiz üçün formalar yarada bilərik. Bu standart formalardan fərqli olaraq. Yəni bura təkrar qayıtmağımda da məqsəd bu idi ki, bunu da qeyd edeyim, yəni unutmamışkən biləsiniz ki, yəni indi hal-hazırda biz bu hissədə bu forma elementinin üzərində işləyirik. Yəni hala baxın burada. Yəni ki biz istədiyimiz sayda formalar əlavə edə bilərik. İndi keçək növbəti pəncərəmizə, komand. Ancaq bir şey də deyim, bir də qeyd etmək lazımdır ki, bu rekvizitləri əlavə edib siz silə də bilərsiniz. Yəni bu obyekt rekviziti idi ki, biz indi qeyd etdik standart olaraq. Biz bundan da əlavə olaraq görürsüz burada belə bir düymə var, rekviziti əlavə etmək üçün. Biz özümüz də əlavə edə bilərik. Bunun üzərinə sıxaraq. Əgər fikir verdinizsə, rekvizit bir adında əlavə bir rekvizitimiz olundu, hansı ki bu obyektə heç bağlı deyil. Sadəcə olaraq bu obyektdə olan rekvizitlərdən fərqli olaraq bizim sonradan formanın öz üzərinə əlavə etdiyimiz rekvizitlər sırf bu əməkdaşlar obyektinə, yəni bu obyektin özünə bağlı olmadığı üçün forma açılan zaman biz bura nə isə yaza bilərik. Ancaq formanı bağladıqda, yəni x işarəsinin üzərinə çıxdıqdan sonra bu rekvizitdə olan məlumat itəcək. Bunu biləsiniz. Yəni ki, çünki bu obyektə bağlı olmadığına görə. İndi yaxşı, bu haqqda çox uzun danışmayacağam. Yəni praktikada indi siz özünüz də bunun şahidi olacaqsınız. Keçirik buradan komandalar. Baxın, bu bölməyə, komandalar bölməsinə. Və burada bizi əsas maraqlandıran birinci panel olacaq komanda formu. Bəs indi gəlin aydınlaşdıraq görək bu komanda formu. Bunlar nə üçün istifadə olunur? Məsələn, əgər formamızda hansısa hadisəni yaratmaq istəyiriksə, yəni bir düymə əlavə etmək istəyirik və o düyməni bastığımız zaman hansısa bir funksiya və yaxud da hansısa bir əməliyyat icra olunmalıdır. Yəni bir hərəkətin baş verməsi üçün hər hansısa bir hadisə, bir əməliyyat və bu əməliyyatı məsələn bir düyməyə basmaqla başlatmaq istəyirik. Yəni düyməyə kliklədiksə nəsə baş versin. Məhz bu cür hallarda baxın bu komanda bölməsinə indi əlavə edəcəyimiz, gəlin nümunə olaraq əlavə edək. Baxın bunun üzərinə tıkladıq və komanda bir adında belə bir düyməmiz əlavə olundu. Hətta bunu formaya qoysaq, baxın gördünüz, düymə şəklində həmin komandada görsənir. Yəni hələlik silək. İndi isə bizim bu komandada, məsəl üçün bu komanda ki biz düyməni və ya da komandanı əlavə etdik, onun üzərinə basacağımız zaman nəyin icra olunması, baxın burada действие, yəni üzr istəyirəm. Burada komandadan sağ tərəfdə pəncərədə fikir verin, bu действие bölməsi var. Avtomatik olaraq bu sazlama pəncərəsinə görürsüz. Biz bu komandanı, bu düyməni bastığımız zaman icra olunacaq kod, baxın burada yazılır. Baxın bu lupa işarəsinin üzərinə bassaq, həmin modul, formanın modulu açılacaq və hardakı modul deyəndə artıq bilirik ki, bu kod yazılan hissədir. Kodumuz da orada təyin olunacaq ki, nə icra olunmalıdır, hansı hərəkət edilməlidir. İndi burada bu düyməni indi biraz sonra bu prosedur, funksiya, yəni bu kodu da indi izah eləyəcəyəm. Hələlik sadəcə, yəni burada ümumi anlayışlar vermək istəyirəm. Vizual olaraq gördüyümüz bu formada. Hələlik indi bu hissəni bağlayaq. Yəni ümumi mənada bizə artıq məlumdur ki, bu komandalar öz düymələrimizi yaratmağa imkan verir. Amma məsələn, əgər mən heç bir düyməyə basmaq istəmirəmsə və sadəcə istəyirəm ki, hansısa hadisə zamanı müəyyən bir hərəkət baş versin. Məsələn, baxın bu formanı açarkən biz, tutaq ki, indi formanın ki istifadəçi, gəlin istifadəçi rejiminə keçək ki, dediyimizə anlaşılsın. Buradan keçirik uçot alt sisteminə əməkdaşlar və bizim iki də əməkdaşımız var. Mən indi istəyirəm ki, bu Elvin, baxın bu
formanı gördünüz, həmin formadır. Baxın buradakı format. İstifadəçi onu belə görür. Baxın buradakı kimi. Və bu formanı misal üçün üzr istəyirəm. Bu elvinin üzərinə basanda bu açılan zaman bu şəkildə misal üçün açılan zaman bir hadisə var. O zaman nə icra olunsun, hansı hərəkət icra olunsun, onun kodunu təyin etmək istəyirəmsə, bu zaman baxın formanın bu sol pəncərədə, bu yuxarı hissədə, baxın burada. Üzərinə sağ düyməni svojstva və yaxud da 2 dəfə üzərinə bassaq, belə bir gördüyünüz bu pəncərə açılır. Formanın idarə olunma pəncərəsi, sazlama pəncərəsi. Svojstva forma. Yəni bunun üzərində ya sağ düyməni vurub svojstva və yaxud da 2 dəfə üzərinə vursaz. Və burada aşağıda fikir versəz, belə böyük bir sabitya, hadisələrin siyahısı var. При создании на сервере, при открытии, baxın, serverdə yaranan zaman, açılan zaman forma, hansı ki biz indi baxdıq, üzərinə vuruq açılan zaman. Bu anı, bu hadisəni tutan, baxın, bu sabitə hadisə forma üçün, bu forma üçün burada. Buradan biz kod təyin edə bilərik. İndi bunları edəcək, bu kodu yazmağa başlayanda özünüz də görəcəksiniz. İndi mən sadəcə sizə göstərirəm ki, necə 1S platforması bunları bizim üçün asan belə şəkildə qurub. Yəni burada gördüyünüz siyahıda hər bir əməliyyat üçün, yəni hərəkət təyin etmək mümkündür. Hər bir hadisə üçün. Preaktivizasiya, обработка активизации, при чтении на сервер, перед записью, yazılma anında, yəni yazılmamışdan qabaq, hətta baxın bu zapisatı vurmamışdan qabaq belə vururuq və misal üçün üstünə zapisat. Baxın o girəcəkdi buradakı təyin olunacaq hadisənin içinə. İndi lupanı vurub girəcək, bu o kod hissədə də göstərəcəm. Yəni ki formamızın modulunda, kod yazılan hissəsində. Gəlin hətta nümunə olaraq bir hadisə üçün edək bunu, həm də modulda artıq açmış olaraq. Tutaq ki preatkritsiya açılan zaman. Preatkritsiya nə deməkdir? Baxın, Samir əməkdaşın üzərinə 2 dəfə vurduğum zaman formanın açılan zamanı. Baxın bu hadisə. İndi gəlin lupanın üzərinə vuraq. Preatkritsiya açılan zaman. Qarşımıza belə bir bu hadisənin icra olunacağı üçün bu idarə bir məsələni də qeyd edim ki, biz indi hal-hazırda idarə olunan formalarda işləyirik. İdarə olunan formalarda da hadisələr, yəni kodun icrası ya istifadəçi klient tərəfdə, ya da ki server variant istifadə olunursa, hadisə, yəni kodun icrası server tərəfdə ola bilər. Baxın, görürsüz создание обработчика событий, создание на клиенте, və yaxud da создание на клиенте и процедуру на сервере без контекста. Və yaxud da создать на клиенте и процедуру на сервер. Klient və server tərəfdə və yaxud da klient tərəfdə. Bunlar haqqında gələcəkdə danışacaq, hələ tələsməyək. Qoyuruq elə создать на клиенте-də qalsın, klient tərəfdə. Klient tərəfdə odur ki, yəni mən bu düyməni basanda baxın bu anda, bu formanın açılma anında formanın özündə baş verəcək. Yəni bu forma üçün olan kod deməkdir. Vururuq OK. Və qarşımıza belə ilk modulu belə açıldı. Hardakı kod yazırıq. Baxın bu moduldur. Hətta biz bunu bu modulun fikir verin, aşağı hissədə görürsüz forma, bir də modul var. İndi hətta gəlin göstərdim sizə. Formaya keçsək formanın özü açılır. Bu formadır, vizual olaraq görünən hissə. Bir də kod yazılan tərəf. İndi hansı ki görürsüz, hətta burada baxın preatkritsiya ki biz lupanın üzərinə bastıq, təyin etdik. Görürsüz, artıq bizə işarə edir ki prosedur var. Yəni preatkritsiya. İndi o prosedur hardadır? Qeyd etdiyimiz kimi. Baxın bu formanın vizual olaraq açılan hissəsi, bir də modul hissə. İndi bu necə qayıdaq bura? Ya bunun üzərinə vura bilərik. Baxın burada. Bunun üzərinə və yaxud da modul üzərinə tıklayırıq, açılır. Yəni bu hissəyə tıklayırıq, keçir, bu hissəyə baxırıq, basırıq, düşürük formanın vizual görüntülü olan elementlərin olduğu tənzimləmə pəncərəsi, rekvizit pəncərəsi olan hissəyə və yaxud da indi kod harasında yazılır bunun. Siz indi baxın onu istəyirəm göstərmək. Bu bildik, bu vizual olaraq bunu yığırıq, bura falan 5 məkan rekvizitləri atırıq, elementləri təyin edirik, komanda əlavə etdik. Bəs bunlar harada yazılır bunların kodu? Baxın bu modulu bölməsində. Görürsünüz, indi preatkritsiya. Bunu da hətta platforma özü bizim üçün yaratdı. Biz əllə sıfırdan bunu yaratmadıq. Görürsünüz, na klient o necə oldu? Biz buradan formanın ümumi hadisələrini istədikdə tutmaq. Forma misal üçün açılan zaman. Bunun üçün biz buradan keçdik formanın svojstvasında bu pəncərə açılır. Ki onun rəngini təyin edirik, bu ölçüsünü falan 5 məkan. Bir də görürük aşağı hissəsində baxın burada. Burada belə onun hadisələrinin siyahısı var. Preatkritsiya onu
Hətta при создании var. При закрытии bağlanan zaman bu nə deməkdir? Məsəl üçün açdıq. Baxın bu X-in üzərinə basılmanı göstərir. При закрытии. Burada yazacağımız kod, yəni ki, necə baxın bu hissədə. İndi bu hissə necə elədik biz? Ki avtomatik olaraq kod. Hələ fikir versə, 1С bizə imkan vermir ki, özümüz kod yazaq. Bunun düyməsinə vurduq. Özü götürdü bizim üçün prosedur adında yazdı. Hansı ki, bunu mən əllə də yaza bilərdim burada. Misal üçün, baxın eynisini mən burada əllə eləyə bilərdim. Na klientə fikir verin, eynisini mən yaza bilərdim. Prosedura misal üçün. При открытии. Hansı ki, bu mən əllə yaza bilərdim. Ancaq 1С bunu götürdü, bizim üçün avtomatik hazırladı ki, rahat olsun. İndi deyir ki, bu hissəyə də götürüb kodu yaz. Açılan zaman, yəni istifadəçi bu Samir yazısını, bu elementin üzərinə vurduqda, yəni açdıqda əməkdaşı, bu açılan anda nə baş versin, onun kodunu rahat şəkildə buralara yaza bilərik. Belə kod yaza bilərik. İndi inşallah onları da eləyəcək. İndi prosta aydınlaşdırırıq. Kod harda yazılır, formanı biz necə dəyişirik, formada harda təyin olunur bunlar. Yəni bu gün biz aydınlaşdırdıq ki, baxın, formanın hansı ki keçən dərsimizdə, əvvəlki dərslərimizdə ona görə biz bu obyektlərlə yaxından tanış olduq ki, indi görürsüz necə bizə rahat olur. Bu formanı biz hətta o vaxt yaratmışdıq nümunə olaraq. Bilirik ki, bu formanın vizual görüntüsü elementləri, bəs yaxşı bu komandaları, rekvizitləri, bəs bu kod harda idi? İndi aydınlaşdırdı ki, modulda. Modul nə deməkdir? Kod yazılan yer. Bunu lazımdır nəsə əzbərləmək. Modul demək. Kod harda yazılır, o modul adlandırılır. Yəni inşallah ki, ümid edirəm sizi yormuram. Yəni istəyirəm ki, anlayaq ki, yəni burada çətin bir şey yoxdur. Hətta hadisələrimizi də 1С bizim üçün hazır verib. Görürüz nə qədər hadisə var forma üçün. Yavaş-yavaş bunları öyrənəcəyik. Yəni öyrənmək deyəndə aydındır ki, при открытии bu açılan zamandır. Yəni burada çox sadədir. İndi keçdik lap bura üstünə görürsüz, gəldi bura açıldı. Hara girdik bura, də bura. Görürsüz? Buradan da lupanın üzərindən də daxil ola bilirdi. Elə baxın. Açdıq, bu ki bura gəldim, düşdüm. Keçdim bura, formanın elementinə baxdım. Yəni qayıtdım modula, kodum artıq burada var. Yəni kod burada yazılır. Formada olan elementləri idarə etmək, tənzimləmək, hansı hadisələri istifadəçi qarşısına mesaj çıxartmaq, bu dəyişiləndə bu olsun, filan olsun, bütün kodlar burada yazılır. Yəni çox asan, çox rahat. İnşallah bunların indi hamısını edəcəyik yavaş-yavaş. Yəni bu qeyd etdiklərimizlə biz anladıq ki, indi bizim bu forma obyektimizdə onun modulu buradadır. Ancaq bu iş bununla bitmir. Yəni artıq biz indi keçən dərslərimizdə də misal üçün bu obyektləri öyrənərkən bir məsələni də deyim ki, tutaq ki, bu görsüz formamızdır, formamız. Formamızın baxın bu indi açılıb da qarşımızda formamız. Bunun kod yazılan hissəsi var, modul. İndi görsüz hətta bir dənə hadisəni tutmuş hərəkətlə yazmırıq, yəni bir növ tanış olaq, yəni başlamaq üçün, yəni rahat olsun. İndi anlaya-anlaya gedək, sıfırdan bir növ izah edirik də özümüzə. İndi bu bizim formamızın obyekti. Bu da onun modul hissəsi var, hardakı kod yazılır. Bu tək bununla bitmir. 1S'də bütün obyektlər üçün, necə forma üçün kod yazılan hissə var. Hətta baxın bizim əməkdaşlar, hansı ki bu pəncərə açılırdı, biz əvvəlki dərslərimizdə yaradırdıq. İstər burada olsun, istər sənədlərimiz hansı ki yaratmış, baxın bu olsun. İstər hətta registr nakopleniyya ki yaratmış, baxın bu. Bunların da hamısının, baxın indi sizə bir şey göstərəcəm. Yəni əməkdaşların özünü açaq. Bu ki bizim indi obyektimizin özünün sazlama pəncərəsi idi, açılırdı. Asnavni ad qoyurduq, danlı rekvizitlər yaradırdıq. Bu sırf bu nədir? Bu obyekt və baxın burada görürsüz ki, əməkdaşlar obyektimizin. Yəni bu obyektin özünün bir növ sazlama pəncərəsi. Formanın ki indi bu gün öyrəndik. Baxın bu idi formanın. Hansı ki onun öz modulu da var. Bir də baxın burada rekvizitlər də var. İndi bu da bizim əməkdaşlarımız. Hətta baxın əməkdaşların sırf obyektin özünün belə bu proçi bölməsinə daxil oluruq və burada fikir verin. Modul obyekta. Görürsüz? Modul menecera. Bunlar hamısını öyrənəcəyik inşallah yavaş. Tələsməyin. Yəni görürsüz hissə-hissə gedirik. Yəni biz bundan qabaq bu obyekti yaradanda bu bölmə haqqında heç danışmamışdıq. Görürsüz indi vaxtı gəlib qeyd eləyirik ki, bu nədir? Gördüyünüz kimi formamızda necə var? Formanın bu vizual görüntüsü və onun bu modulu. Eləcə də bizim bu əməkdaşlar, baxın, onun da öz modulu var. Baxın vururam üstünə modul obyekta. Görürsüz? Bu əməkdaşlar obyektimizin baxın açılan görürsüz bu pəncərə. Burada artıq biz kod yaza bilərik. İndi inşallah yazacağıq kod. Ki burada yazılan kod da birbaşa bu obyektin özü ilə bağlıdır. Bunlara inşallah keçəcəyik, öyrənəcəyik. Yəni qeyd etmək istədiyim o idi ki, gəlin bunu bağlayaq. Necə ki bizim bu formamız ki var idi. Baxın əməkdaşlar, forma, keçdi formanın içinə açıldı bu pəncərə. Necə ki bizim baxın burada formanın vizual görüntüsü olan sazlama hissəsi və fikir verirsinizsə bu modul hissəsi var. Eləcə də bütün obyektlərdə var. Hətta bir şey də tez burada indi görsədim. Bu konfiqurasiyamızın baxın bu kök obyekti var. Hətta onun da sazlamasına keçsək, svojstva
усtroyствasından. Onun belə baxın, gəlin açaq bir saniyə. Sağ düyməni vuraq, fikir verin. Открыть modul приложения. Baxın, открыть modul seansı, открыть modul. Hətta bunun belə kök obyektini görsəz heç bir şey yox. Bunlar da olacaq, bunları da öyrənəcək. Hətta tədris kök obyektin belə özünün kod yazılan hissəsi var. Yəni bilin, formanın da obyekti və onun da modul hissəsi. Harda ki biz kodu yazacağıq. Yəni bunu qeyd etməkdən məqsədim odur ki, bilək ki, harda kod yazılır, harda belə sazlamalar, ayarlar təyin olunur ki, yəni bizə rahat aydın olsun. Hətta əlavə etdiyimiz komandaların indi görəcəksiniz ki, gələcəkdə düymələrin belə bu modulda burada kodlar yazılan hissəsi olacaq. İndi də dərsimizin istərdim ki, bu hissəsində, yəni bu qeyd etdiklərimizlə hələlik kifayətlənək. Artıq yavaş-yavaş, yəni ki, əsas məsələlərə keçirik. Bu proqram kodu olsun. Yəni bu gün də açışa öyrənmədik, yəni aydınlaşdırdıq. Bizim özümüz standart bu formalardan əlavə, yəni hansı ki, əvvəl burada yox idi. Bu formanı özümüz yaratdıq və hətta bu tanış olduq ki, forma redaktor pəncərəsində formanın elementləri harda yerləşir, tənzimləmələri harda, rekvizitləri harda təyin olunur. Əlavə olaraq rekvizit də əlavə edə biləcəyimizi bildik. Düymələr harda ekrana misal üçün çıxartdığımız misal komanda. Tutaq ki, baxın, götürüb dartsam bura. Düymə görürsüz əlavə olundu. Formaya düymə necə əlavə olunur? Rekvizit necə əlavə olunur? Misal atdıq, görürsüz gəldi, düşdü element olar formada. İstifadəçi o harda görəcək və aydınlaşdırdıq formamızın hadisələrini. Misal üçün tutaq ki, formanın özünü seçdik. Görürsüz burada preotkritsiya hadisəsi. Bunun preotkritsiya nə idi? Qeyd etdiyimiz kimi formaya baxın, bu açılan anında baş verəcək hadisə. Onu necə kodla misal üçün vurduq loopun üzərinə. Formamızın bu hansı ki modul kod yazılan hissəsindən preotkritsiya, yəni açılan zaman. Burada da indi biz kodlar yaza bilərik. Açılan zaman mesaj çıxsın. Açılan zaman filan hadisə olsun. Yəni bu şəkildə. Hələlik bu mövzunu burada dayandırmaq istəyirəm. Yəni yavaş-yavaş bu etdiklərimizi siz də indi izləyərsiniz. Özünüz də öz konfiquratorunuzda da tətbiq edərsiniz, yoxlayarsınız hamısını. Dərsi burada bitirirəm. Həmişə olduğu kimi sizdən videonu bəyənməyi, kanala abunə olmağı, rəyləriniz, fikirləriniz, suallarınız, iradlarınız varsa videomuzun rəy bölməsində bildirməyinizi istərdim. Sağ olun, uğurlar.